İndi 10 ildən çoxdur maşın sürürsünüz. Bəli. İndi mənə 3 dənə kriteriya deyin ki, siz maşını alanda buna baxacaqsınız. Bax, indi mən əsas kriteriyalardan biri, mən arxadan qabağa gələcəm. Birinci, təbii ki, görünüşüdür, o vacibdir əlbəttə ki. Arxasında duran şeylər onun servisidir mütləq. Bir də onu mütləq araşdıracağam ki, onun mənim nə qədər xərcim çıxacaq. Bəli. Ümumiyyətlə nə qədər xərcim çıxacaq. Yəni neçə ildə? Neçə ildə? Hələ siz təsəvvür edin ki, belə bir mən nüans şey eləyim. Bizim bir tanış adam vardı. Onlar haval maşınları olub, çox məşhurdur bu dəqiqə. Çox qəşəng də maşındır. Pis maşın demirəm, əla maşındır. Mənim xoşuma gəlir. Sadəcə olaraq o məndən soruşanda ki, mən deyirəm gedirəm servisdə yağı dəyişirəm Hyundai-ın. Deyir neçəyə dəyişirsən? Deyirəm ki, dəyişirəm 85 manata. Deyirəm sən neçəyə dəyişirsən? Gördüm biraz nəsə duruqdur. Deyirəm sən neçəyə dəyişirsən? Deyir 200 manata.